Şiələrin ayrıca bir Quranı var. Quran-ı Kərimdə olmayan ayələri orada deyirlər. Adını da qoyublar Müshəf, Fatimənin Müshəfi. Quranın da adlarından bir Müshəfdir. Və Fatimə salamü aleyha əlində olan kitab ayrıca bir kitabdır. Şiələr indiki Quranı təhrif bilir, dəyişilmiş bilir və orada elə ayələri var ki, onu orada yazıblar, gizlədiblər. Mən özüm evimdə və sizin evinizdə, məscidlərimizdə üstümüzdə saxladığımız Quranlara baxın, bir Quran tapın ki, bu yalandır. Araşdırın bunu. Bu yalandır. Bu böyük bir böhtandır. Bu haqsızlıqdır. 2. Elə bir hakim, hakimiyyətdə olan insan yoxdur ki, onun adı, atasının adı o kitabda yazılmasın. Bu Biharul Ənvarda nəql olunmuşdur. Hələ bu nədir? O cümlədən də Əhl-i Sünnə qardaşlarımız öz kitablarına nəql ediblər ki, o kitab elm dəryası idi, xəzinə idi, qeybdən məlumat verirdi, orada kəşflər var idi. O kitabı da heç də öyrənməklə, 6 aylıq müəllim yanına, ustad yanına gedib öyrənməklə olan elmlər yox idi. Orada qeyb elmləri var idi. Miqdarı, səhifəsi nə qədərdir? Əhl-i Beyt imamlarımızdan, Allahın salamı olsun onlara soruşduqda, imamlarımız buyururlar ki, Müshəf əlinizdə olan Qurandan 3 bərabərindədir. İndi o kitab kimdədir? Əqidəmiz budur və indi hal-hazırda o kitab zamanımızın imamı, 12-ci imam, İmam Mehdi əleyhissalamın yanındadır. Bəli. İmam Mehdi əleyhissalam gələndə o kitabı gətirəcək inşallah. Bismillahirrahmanirrahim. Qeybdən xəbər verən Fatimənin Müshəfi adlanan kitab nə kitabdır? Ümumiyyətlə, bəzi şiəyə atılan böhtanlara əsasən şiələrin Quran-ı Kərimdən əlavə bir kitabları var, adı Fatimə kitabıdır. O kitab nədən məlumat verir? Bu sözlər düzgündürmü? Əgər belə bir kitab varsa, o kitab nə haqqında danışır? Və o kitab hal-hazırda kimin yanındadır? Bu suallara bugün cavab verəcəyik inşallah. Əhl-i Beyt imamlarımızın bizə xəbər verdiyi etibarlı kitablardan biri də Müshəf-i Fatimə, Fatimənin kitabı yaxud da Fatimənin Müshəfi adlanan bir kitabdır. O kitab necə yazılmışdır? O kitab Peyğəmbər dünyasını dəyişəndən sonra Allahın salamı olsun ona və Əhl-i Beytinə, Allah tərəfindən xanım Fatimə-i Zəhraya təsəlli olsun deyə, atasının ayrılığına narahat olduğunu görə, atasını itirdiyinə görə qəm-qüssədən azad olsun deyə, Allah tərəfindən ona Cəbrail əleyhissalam göndərilir, ona gələcəkdə baş verən hadisələrdən xəbər verir və bunu imla eləyən, deyən mələk xanım Fatimə-i Zəhraya yanına gəlir, o da dinləyən, yazan isə imamımız Əmir əl-Müminin Əli ibn Əbi Talib olmuşdur. Bəsairü Dərəcat kitabında bu dediyim yazılmışdır. Hadisə dediyim kimi bir daha təkrar edirəm. Təsəlli üçün xanım Fatimə-i Zəhra atasını itirdikdən sonra ona başsağlığı təsəlli ünvanında Allah tərəfindən göndərilir. Ona qeybdən bəzi məlumatları verilir. Sonra bu kitab toplanır. Müshəf-i Fatimə adlanır. Fatimənin kitabı Müshəfi. Küleyni də Kafi kitabında bu kitabdan danışmışdır. Və bu kitabın içində yazılanlar nədən ibarətdir? Möhtəvası nədir? Orada bizə nə xəbər verilmişdir? Bu kitabın içərisində xanım Fatimə-i Zəhra salamü aleyhə atasının axirətdə behişdə olan məqamı və qiyamətə qədər baş verəcək hadisələr, cəhənnəm əhlinin və cənnət əhlinin kim olacağı və xüsusən qeybdən olan məlumatlar verilmişdir. O heç də Quran deyil, orada Quran ayələri kimi haram, halal, vacib filan ayə formasında deyil. Xülasə, deməli, bu kitabın özü heç də Qurana aid olan kitab deyil. Miqdarı, səhifəsi nə qədərdir? Əhl-i Beyt imamlarımızdan, Allahın salamı olsun onlara soruşduqda, imamlarımız buyururlar ki, Müshəf əlinizdə olan Qurandan 3 bərabərindədir. Amma Quran deyil. Qeybdən xəbər verir. Təbəri Amili Dəlail İmama kitabında bu barədə danışıb. O kitabda olan qeybi məlumatlardan nümunə deyə bilərsinizmi? Bəli, İmam Sadiq əleyhissalamın yanına Füzeyl adında bir nəfər gedir və imam onu gördükdə deyir ki, ey Füzeyl, bilirsənmi indi mən nəyə baxırdım? Buyurur, xeyr, bilmirəm. İmam buyurur, mən indi Fatimənin Müshəfinə baxırdım, salamü aleyha. Elə bir hakim, hakimiyyətdə olan insan yoxdur ki, onun adı, atasının adı o kitabda yazılmasın. Bu Biharul Ənvarda nəql olunmuşdur.
Xanım Fatimə salamüəleyhaya bunu imla eləyən, bunu deyən mələkdir. O mələk kimdir? Hansı mələkdir? Allah təala onu göndərib atasının vəfatından sonra ona təsəlli olsun və bu məlumatları verib ona. Bəzi yerlərdə onun haqqında Rəsulullah gəlmişdir. Allahın elçisi olub. Bəzi yerdə açıq-aşkar o mələklərin ən üstünlüyü olan Cəbrail əleyhissalam olduğu vurğulanmışdır. Bəsairü Dərəcat kitabında bu haqda məlumatlar var. Elə ona görə də bəzi alimlər bunların ikisini də cəm ediblər. Deyirlər ki, mələk həm də Allahın elçisi olduğunu öyrə, Cəbrail əleyhissalamın özü daha çox ehtimaldır ki, o olmuşdur. Bəzi yerlərdə əlbəttə başqa mənələrdə deyilmişdir. Kuleyni Kafi kitabında, Saduq Əl-Əmalı kitabında bu barədə danışıblar. İndi o kitab kimdədir? Xanım Fatimə salamüəleyhanın müshəfi kitabı kimin əlindədir? Əqidəmiz budur. Peyğəmbərdən sonra olan miraslar, irs satan əşyalar, o cümlədən də Xanım Fatimənin müshəfi bir-bir imamlara ötürülmüşdür. Həzrət Əlidən oğlanlarına və sonra imamlara və indi hal-hazırda o kitab zamanımızın imamı, 12-ci İmam Mehdi əleyhissalamın yanındadır. Bəli, İmam Mehdi əleyhissalam gələndə o kitabı gətirəcək inşallah. Və imamlarımızdan soruşanda, imamlarımız hətta imamətin dəlillərindən biri də haqq olan imam söhbəti düşəndə, bəzən bizim imama deyiblər ki, filan kəs imamlıq iddiası edib. İmam buyurub ki, əgər doğrudan haqq olan imamdırsa, Fatimənin müshəfini göstərsin, əleyhissalam. Ki, bəzən də İmam Sadiq əleyhissalam yanında söhbət düşəndə imam deyir, and içdi, and olsun Allaha, sonra öz sinəsinə işarə elədi, buyurdu. Peyğəmbərliyin sirri, nübüvvətin sirləri, qılınc, Peyğəmbərin zirehi bizim yanımızdadır, and olsun Allaha, Fatimənin müshəfi, salamullah əleyha, bizim yanımızdadır. Biharul Ənvar kitabında, Bəsairü Dərəcat kitabında bu barədə oxuya bilərsiniz. Sual ondur. Mələk Peyğəmbərdən sonra Xanım Fatimənin yanına gəlir, salamüəleyha, onunla danışır. Xanım Fatimə onu eşidir. Bu belə ola bilərmi? Mələk Peyğəmbərlərdən başqa, Allahın salamı olsun onlara, adli sadə insanların, Peyğəmbərdən sonra səhabələrin Xanım Fatimə kimi şəxsin yanına gələ bilərmi? Yoxsa ancaq Peyğəmbərlər mələklə danışa bilər? Baxın Quran-ı Kərimə. Allah Teala Ali İmran surəsinin 42, 43, 44, 45-ci ayələrində baxın, mələklərlə xanım Məryəmin danışığını bizə çatdırır. Xanım Məryəm Peyğəmbərdir? Xeyr, qadınlardan Peyğəmbər ola bilməz. Allahın salamı olsun onlara. Amma xanım Məryəm Quran-ı Kərimə əsasən Peyğəmbərin anasıdır. Allah evinin xidmətçisi olur. Mələklər ondan danışırlar. Cümlələrə baxın. Ya Məryəm və iz qalətil mələikətu. Yada sal o zaman ki, mələklər dedilər. Ya Məryəm. Ayənin ardı. Daha özünüz baxa bilərsiniz Ali İmran surəsində. O cümlədən də baxırıq Qur'an-ı Kərimə. Qur'an-ı Kərimdə Allah Taala İbrahim Peyğəmbərin əleyhissalam həyat yoldaşı Sara xanımın Hud surəsində mələklərlə danışdığını bizə qeyd edib. Mələyi öz sifətində görmək söhbəti yoxdur. Öz sifətində görmək bizim Əhl-i-Beyt imamlarımızın buyurduğuna əsasən bizim Peyğəmbər görüb. Cəbraili öz sifətində. Amma müxtəlif formalarda insan cildində mələklər insanlar görə bilərlər, danışa bilərlər. Sara xanım qocalmışdı. Mələklər İbrahim Peyğəmbərin qonağı oldular əleyhissalam və ona oğlu İshaqın dünyaya gələcəyini xəbər verdilər. Xanım da ona deyir ki, mən qoca qadın, qısır qadın, mənə övlad veriləcək. Mələklər hətta o qadına deyir ki, ətəəcəbinəmi? Sən təəccüb edirsən Allahın işindən və bu danışıq Hud surəsində 71-73-cü ayələrdə gəlmişdir. Baxa bilərsiniz. O cümlədən hətta Sara xanım, Məryəm xanım əleyhissalamdan da sadə insanlar sehrlə bağlı Quran-ı Kərimin Bəqərə surəsində olan ayədə Harut və Marut adlanan mələyin insanlara bu elmi öyrətdiyindən danışılır. Bu elmi Harut və Marut adlanan mələk insanlara öyrədib, danışıblar, onları öyrədiblər, əlaqəyə giriblər. O cümlədən hətta mənfi insanlar belə Lut Peyğəmbərin əleyhissalam evinə mələklər gəldi. Amma gəlmişdilər, onun qövmünə bəla nazilləsinlər. Onlar Lut Peyğəmbərin evinə girəndə onu gördülər və tərbiyəsizlik, əxlaqsızlıq edib Lut Peyğəmbərin evinə gəldilər. Evində qonaqları nədilər? Tələb elədilər ki, evində olan qonaqları bizə ver. Bu da Quran-ı Kərimdə gəlmişdir. Taha surəsinə, Bəqərə surəsinə və digər surələrə baxa bilərsiniz ki, bu barədə danışılmışdır. Ümmü Sələmə və digər sahabələrdən var ki, onlar da bəzən Cəbrail əleyhissalamı döhyə-i kəlbi, üzü nurani olan, xoş üzlü olan bir səhabə idi. Bəzən Cəbrail əleyhissalam onun simasında Peyğəmbərlə görüşərdi. Həzrət Əlidən var, Əbu Zərdən var, digərləri hətta Ümmü Sələmədən var ki, onu görüblər. Və
Ümmü Sələmənin görməyi ilə bağlı Səhih Buxaridə baxa bilərsiniz. Səhih Buxari bu barədə, o cümlə Səhih Müslim nəql eləmişdir. Hələ bu nədir? O cümlədən də Əhl-i Sünnə qardaşlarımız öz kitablarında nəql ediblər ki, Ömər haqqında Peyğəmbər belə buyurur. Sizdən qabaqçılar Bəni İsraildə olanlardan var idi ki, Peyğəmbər deyildilər, amma mələklərlə danışırdılar. فَاِنْ يَكُنْ مِنْ اُمَّةِ مِنْهُمْ أَحَدٌ فَعُمَرْ Mənim ümmətimdə belə bir şəxs olsa ki, Peyğəmbər olmadan mələklə danışsın, o Ömərdir. Bunu kim nəql edib? Bunu Buxari və Müslim öz kitablarında nəql ediblər. Səhih Buxari, Mənaqib-i Ömər ibn Xəttab babında və o cümlədən Səhih Müslim, Kitab-ı Fəzailü Səhabə kitabında bunu nəql ediblər. İrşad-ı Sari Qəstalani də əlavə izahlar buna vermişdir. O cümlədən Qur'an-ı Kərimə baxırıq. Qur'an-ı Kərimin ayələrinə əsasən bugün də insanların ləyaqəti olsa, onlara mələk nazil ola bilər. Allah Teala Qur'an-ı Kərimdə Fussilə surəsinin 30-cu ayəsində buyurur ki, onlar ki, İnnellezine qalu Rabbunallah dedilər, Rəbbimiz Allahdır. Sonra istiqamət göstərirlər. Tətənəzzəlu aleyhimul mələikə. Mələklər onlara nazil olar. Əllə təxafu və la təhsənu və ubşiru bil cənnətilləti kuntum tuadun. Onlara deyər, qorxmayın, hüzün etməyin, cənnətlə onları müjdələyərlər. Daha burada at çəkilməyib. Kimin bu sifəti olsa, möhkəm dursa, istiqamət eləsə, iman gətirsə, Rəbbim Allahdır desə, mələklər onlara nazil olar. O cümlədən də Qur'an-ı Kərimdə baxırıq, Qur'an-ı Kərimin özündə döyüşlərdə mələklərin möminlərə kömək üçün Ali-İmran surəsində kömək üçün nazil olmağı ilə bağlı ayələr də var ki, həmin ayələr Ali-İmran 123-124-də baxa bilərsiniz. Mələklər döyüşlərdə nazil olurdular və hədislərə əsasən hətta bəziləri döyüşdə bəzi başların vurulmağını görürdü. Peyğəmbərdən soruşurdu ki, onlar kim idi belə başlar vururdu? Biz döyüşə görmürdük, amma Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə buyurur ki, onlar mələklər idi. Deməli, bunun heç bir qəbahəti yoxdur. Və xanım Fatimə-i Zəhra salamlı aleyhanın da ləqəblərindən bir mühəddəsədir. Nədir o? Baxın, Peyğəmbərlər Rəsul olur. Rəsul mələki görür və onunla danışır. Nəbi mələyi səsini eşidir yuxuda. Amma onlar ki, mələyi görmürlər. Amma onun səsini eşidirlər. Peyğəmbər olmadan onlara mühəddəsə deyilir. Əhl-i Sünnə qardaşlarımızda kitablarında var ki, mühəddəs insanlar olublar. Ömərin adını çəkiblər və digərin adını çəkiblər ki, bunlar mələyi görməsələr də onun səsini eşidiblər. Və elə ona görə də İmam Sadiq əleyhissalam buyurur ki, Summiyyət Fatimə mühəddəsə, xanım Fatimə-i Zəhra mühəddəsə adlanıb, onunla danışılıb, hədis deyilib ona. Li'annəl mələikətə kanət təhbitu minəs-səma, çünki mələklər səmadan nazil olurdular. Fətunadiha kəma kanət tunadi Məryəm bint İmran əleyhissalam və onu nida edib deyirdilər, ya Fatimə, necə ki, xanım Məryəmin yanına gəlir Quran-ı Kərimdə, onu dedilər, ey Məryəm deyirdilər. Hətta bəzi hədislərdə var, xanım Fatimə-i Zəhrana deyəndə ki, sən seçilmiş qadınsan, soruşur ki, bəs Məryəm deyildi, mələklər onu deyirlər ki, Məryəm öz zamanəsinin qadınlarının ən üstünü seçilmiş idi. Sən əvvəldən axıra qədər bütün dünyaya gələn xanımların, behişt xanımların ən üstünüsən. Bu barədə də bizim Dəlail-ül İmama kitabında gəlmişdir. Deməli, xanım Fatimə-i Zəhra salamü aleyhanın müshəfi haqqında, kitabı haqqında məlumat verdi. Amma çox təəssüf olsun ki, bu günləri bəziləri, xüsusən də Vəhabi və Sələfi əqidəsində olanlar Şiəyə qarşı atdığı böhtanlardan, ittihamlardan biri də bundan ibarətdir ki, Şiələrin ayrıca bir Qur'anı var. Quran-ı Kərimdə olmayan ayələri orada deyirlər. Adını da qoyublar müshəf, Fatimənin müshəfi. Quranın da adlarından bir müshəfdir. Və Fatimə salamü aleyhanın əlində olan kitab ayrıca bir kitabdır. Birinci cavabımız budur ki, bu günləri gedin, araşdırın, bütün şiyələrin, hansı ölkə gedirsiniz gedin, əlində olan Qur'an-ı Kərim, hətta bəzən çapı belə, Əhl-i Sünnə qardaşlarımızın çapxanalarında, ölkələrində çap olan Quranlardır. Mən özüm evimdə və sizin evinizdə, məscidlərimizdə, üstümüzdə saxladığımız Quranlara baxın, bir Quran tapın ki, Əhl-i Sünnə qardaşlarımızın Quranından ayrıca olsun, fərqli olsun. Bu yalandır. Araşdırın bunu. Bu yalandır. Bu böyük bir böhtandır. Bu haqsızlıqdır. 2. Düzdür, müshəf sözü əvvəl Qur'an-ı Kərimədə deyilib, səhifə sözündəndir. Amma unutmayın, Əhl-i Sünnə qardaşlarımızda kitablarında müshəf adlanan kitablar olmuşdur.
Bəli, müshəf adlanan kitablar. Onların arasında Məsahif-i Rum müshəfləri var. Onda ayrıca müshəf var və ən dəhşətlisi, maraqlısı, Əhl-i Sünnə qardaşlarımızın kitablarında var ki, Ayşə xanımın da müshəfi olmuşdur. Baxın, Cəlaləddin Suyuti Əd-Durrul Mənsur kitabının sahibidir, tanınmış alimdir. Bir kitabı var Əl-İtqan fi Ulumul Quran kitabında Suyuti nəql eləyir Əbi Yunusun qızından. O da öz atasından nəql edir ki, Ayşənin müshəfində mən filan ayəni oxudum, ayənin indi həmin ayə. Əhzab surəsindədir, salavat ayəsi. İnnəllaha və mələikətəhu yusalluna alən-nəbi. Əlavə də orada bir cümlə deyir. Və aləl-ləzīnə yusalluna suhuful ula. Bu Quranda yoxdur. Amma Ayşənin müshəfində gəlmişdir. İndi Ayşənin ayrıca Quranı olub. Buna sözdür deyirsiniz. Bu yalandır. Bilmədiyinizi iddia etməyin. Xüsusən özünüzdə var ki, müshəf sözünün səhifə sözündəndir. Xanım Fatimənin kitabı da səhifə olduğunu görə ona səhifə deyilmişdir. Salamun aleyha. Əlimizdə olan Quranlardakı göz qabağındadır. Ayşənin də müshəfi varsa, onda bir də biz sizə böhtan atıb yalan, nauzubillah deyək ki, sizin də ayrıca Qurandan bir kitabınız var, adı Ayşənin müshəfidir. Olmaz. 2. Deyirlər, baxın, deyirlər ki, Peyğəmbərdən sonra mələk gəlib Fatimə-i Zəhra salamun aleyhanın yanına. Onlar, deyirlər, o kitab indi imamlardadır. Onlar iddia edir ki, xanım Fatimə və imamlara Peyğəmbərlik verilmişdir. Əstəğfirullah. Biz bundan qabaq dedik, Quran-ı Kərimə əsasən Peyğəmbərlərdən əlavə, ləyaqəti olan, layiq olan insanlara, bəzən sadə insanlara mələklər nazil ola bilər. Sara xanımın yanına Quran dedi gəlməmişdilər, Məryəmin yanına gəlməmişdilər. İndi onlar Peyğəmbəri iddiası eləyib. İkinci xəlifə Ömər haqqında demədik ki, Peyğəmbər deyir ki, ona mələk gələ bilər. Onda Ömər Peyğəmbəri iddiası eləyir. Bu nə sözdür? Sizin kitablarınıza gəlmişdir. Bu yalandır və böhtandır. Qayda budur. Mələklər Peyğəmbərdən sonra yer üzərinə enə bilər, gələ bilər. Peyğəmbər olmayan şəxslərlə danışa bilər, onu görməzlər, onu eşidərlər. Mələyin səsini eşidərlər. Onlara mühəddəs deyilir. Sizin kitablarda mühəddəs insanlar var, bizim kitablarda mühəddəs insanlar qeyd olunmuşdur. Burada nə var ki? Niyə məsələni böhtana çevirirsiniz? 3. Güya Şiələr indiki Quranı təhrif bilir, dəyişilmiş bilir və orada elə ayələr var ki, onu orada yazıblar, gizlədiblər. Xeyr. Açıq-aşkar İmam Sadiq əleyhissalama sual verəndə İmam Sadiq əleyhissalam buyurur ki, orada Müshəf-i Fatimədə ki, bizim yanımızdadır, bir Quran ayəsi belə mövcud deyil. Küleyni Kafi kitabında. İmam Sadiq deyir ki, orada heç bir Quran ayəsi yoxdur. Əlavə də deyilir ki, o Quran kimi qanun, ayələr, surələr formasında deyil. Orada əsasən qeybdən xəbərlər gəlib. Peyğəmbər indi hardadır? Behişdədir. Xanım Fatiməyə deyiblər, təsəlli tapsın. Peyğəmbərlər hardadır? Məqamları, behişt, cəhənnəm əhli, cənnət əhli, dünyanın axırına qədər, qiyamətə qədər baş verən hadisələr orada qeyd olunmuşdur. Əsasən qeybdən xəbər verən kitablardır və imamlarımız da bəzən qeybdən xəbər verəndə deyirlər ki, onu oxumuşuq anamız Fatimənin kitabında, salamla aleyha. Ayə yoxdur orada. Hətta imama deyəndə imam buyurur ki, o sizin Quranınızdan 3 dəfə artıqdır. Yəni indiki Quran ki var, bu formada bir kitab, bir cilddə Müshəf-i Fatimə salamla aleyha deməli ondan 3 qat artıqdır. Ona görə bu böhtanı atmaq insafsızlıqdır. Son, bu hadisə bizə nəyi başa salır? Xanım Fatimə-i Zəhra salamla aleyhanın adlarından biri mühəddəsədir. Deməli, Peyğəmbərdən sonra xanım Fatimə-i Zəhra salamla aleyhanın məqamı, ucalığı o qədərdir ki, yanına mələk Cəbrail əleyhissalam gəlir. Cəbrail hər adamın yanına gəlməz. Sadə bir insanın yanına Cəbrail gəlməz. Allah rəhmət eləsin, İmam Xümeyni buyurur ki, mələyin gəldiyi insandan sinxiyyət, ona münasiblik olmalıdır. Ləyaqət olmalıdır. Əgər Fatimə-i Zəhra salamla aleyhanın yanına Cəbrail əleyhissalam gəlirsə, məsələ sadə deyil. Bu xanımın məqamından, fəzilətindən xəbər verir. Və böyük tanınmış alim, Molla Sədra, filosof, Sədrül Mütəllihin, Əsvar kitabının sahibi ki, Sədrül Mütəllihin adlanır, özü buyurur ki, o kitab elm dəryası idi, xəzinə idi, qeybdən məlumat verirdi, orada kəşflər var idi. O kitabı da heç də örgənməklə, 6 aylıq müəllim yanına, ustad yanına gedib örgənməklə olan elmlər yox idi. Orada qeyb elmləri var idi. Allah Taala'nın xanım Fatimə-i Zəhra yanına mələk göndərməsi, ona qeybdən xəbər verməsi, necə ki, Qur'an-ı Kərimdə Məryəm haqqında var, salamullah əleyhimə, xanım Fatimə-i Zəhranın məqamından xəbər verir. Görün, nə qədər xanımın Allah yanında məqamı var ki, Allah Taala ona bu məqamı seçmişdir. Ona təsəlli vermək üçün, başsağlığı ünvanında, rahatlığından ötürü Cəbrail əleyhissalam yanına göndərilir.
və ona bunları öyrədir. Həm elmi məqamı, xanım Fatimə Zəhra çox şeyləri bilirdi, Allah onu öyrətmişdi, mələk vasitəsilə qeyb elmini, gələcəyi, keçmişi, hər şeyi. Və 2, xanımın özünün bu elmdən əlavə kitabı imamlara ötürməsi ki, indi kitab İmam Zaman Əleyhisselamın yanındadır. İmam Zaman Əleyhisselam gələndə inşallah kitabı gətirəcək və Allahın verib Peyğəmbər və onun pak əhl-i beytinə Allah təala bizi xanım Fatimə Zəhra salamlayhanın məqamını düzgün başa düşüb onu tanıyanlardan qərar versin.